Ana bala. Bunlara baxın. Ana bala. Elə belə açıq geyinmək üçün. Heyf böyük yoxdur. Heyf. Nənən sənə qurban. Nənən sənə qurban. Geç. Necəsiz? Gəl gedək. Üstünə mən qurban olum. Apar buradan. Buradan apar. Hə. Apar ver mamıya. Önünə qurban. Apar. Nənəsinin körpəsi. Nənəsinin ürəyi. Görək nənə qurban. Görməm həyatım. Gedək ora. Gedək kaçeliyə minək. Gedək maşın sürək. Gedək görək maşınlar var orada. Gitməm balam, körpəm. Xanımlar Cunaya qoydum salona. Dedim Məlikədə gətir mən parkda gəzdirim. Vaxt geçsin. Cavan gələndə gətirməliyəm bu salona. Gətirdim. İndi bilirsiniz də cavanlar çox vaxt gedir də salonda. Gönlünə qurban. Dur. Saç kəsməyi var, saç boyası var, nə bilim təmizliyi var, tırnaqları var. Ona görə nənəsi qurban, nənəsi qurban. Nənəsi də götürüb balasını gəzməyə. Ay Məlik, sənə mən qurban olum. Ay balam necə sevinir, ay Allah. Ay maşallah. Ay sağ ol, qaqaşlar da var, görürsən. Ay nene sənə qurban olsun. Necə baxır uşağım. Necə sevinir. Necə sevinir mənim balam. Mənim balam necə sevinir.
Balam biraz yedi, içdi biraz. Evdə yeyib çıxmış, yedirdim çıxartmışıq. Sadəcə. Məli, mən sən ora necə eləyim? Nə qurban? Ay Məli. Seni mən qurban olum. Gəlmə, gəlmə. Ay, ay, ay. Sənə qurban olum. Sənə qurban olum. Uşaqları görüb necə sevinir mənim balam. Görsən uşaqlar necə oynayır. Nənə qurban. Ay mən. Sənə mən qurban olum. Balam necə sevinə baxır. Nənəsinin gül balası. Nənəsinin ağıllı balası. Gelirsən kaçeliyə mindirməli. Bunlar böyük uşaqlardır, Məli. Bunlar böyük uşaqlardır. Nənəsinə qurban. Məli. Mən gelirsən kaçeliyə mindirim. Məli. Əli ver nəni, əli ver nəni. Ay sənə qurban olum. Gelirsən kaçeliyə mindirim. Gidin görün balamı harda mindirim. Gel buraya gelin. Salonlar, yaxındır. Görürsən, bir şey gətirəm, günaya salona qoyuram, gətirəm balamı gəzdirmək. Nödür, nənə qurban? Nə isə nənə qurban? Mən sənə bunu eləyə bilmirəm, axı yıxılarsan. Uş, sənə qurban. Gəl gedək, Məli, gəl gedək, gəl gedək. Gəl nənə qurban, gəl, tez gedək. Gəl gedək. Cəməm həyatım. Gedək, gedək. Sənə qurban olum mən. Məli, buradan gedək. Məli, buradan. Mənim həyatım. Hava lap qəşəngdir. Əsl uşaqları gəzməyə çıxartmalı havadır. O da bizim salonumuz. Mənim balam acıb, ay Allah. Mənim balam nə qədər acıb. Xanımlar, maşallah, balamın iştahı da çox yaxşıdır. Hər şeydə yeyir. Amma görürsünüz, balam arıqdır. Canı sağlamdır, əsas canı sağ olsun. Məli, ay Məli, nənə qurban, ye bananı ye gedək. Bananı ye gedək oynamağa. Sənə mən qurban olum, ay Allah. Mənim balam niyə belə şirindir, niyə belə gözəldir. Gedək nənə qurban. Ged oyna, nənə qurban. Oyna, buralarda oyna, mən də baxıram sənə. Uzağa getmə də, uzağa getmə, nənə qurban. Nənəsinin ürəyi. Yox, yer, əl vurma. Əl vurma, olmaz. Olmaz, Məli. Sənə qurban olum mən. Sənə qurban olum. Aa, Məli, gəl bura, gəl bura. Nə qəşəng havadır. Əsl nənələrin nəvələrini çıxarıb gəzdirməli havadır. Anaların balalarını, nənələrin nəvələrini. Can. Məli, ged o tərəfə oyna. Əl vurma. Sənə qurban olum mən. Ay Məli. Benim həyatım. Sağlam ol mənim balam. Sağlam ol mənim həyatım. Ged o tərəfdə oyna, Məlik, o tərəfdə ged oyna. Məlik, uşaqlara bax, uşaqlarla oyna. Sənə qurban.
Hər şeyi hiss edirik. Xanımlar gün baxdı bir də niyəsə bunu daldı da günəşin qabağına. Əli ilə deyir ki, niyə belə oldu deyir. Sənə mən qurban olum. Sənə nənən qurban. Nənən qurban. Can. Sənə qurban olum. Allah. Allah hamıya versin. Həsrətində olanlara versin. Ay Məlik, gəl nənən qurban, hara gedirsən? Allah həsrətində olanlara versin. Bu şirin paydan bütün ailələrə versin. Məlik nə qədər mənim həyatımı dəyişib, Məlik nə qədər bizim evimizə rəng qatıb. Ay Məlik, Məlik. Nənə qurban, gəl mən gedirəm, nənə gedir. Mən gedirəm. Tez gəl. Gəl nənən yanına, görməm həyatım. Can, balam necə sevinir. Necə sevinir mənim balam. Xanımlar, buradan da gedəcəyik mağazalara biraz baxaq. Günay çıxsın. İndi işi bitəndə mənə zəng edəcək, mən gedəcəm. Gedək Məlikə bir dənə həyətdə geyməyə çeta. Elə bir çeta alım. Sonra balama iqra deyək də biz, iqra oyuncaq. Ondan istəyirəm. Əgər burada yaxında mağazalarda olsa. Sonra xanımlar, ofisimiz yaxında bu tərəfdədir. Bir 50 metr falan görüm gedə bilsəm. Gedək, sifarişlərim var. Onları götürək. Həm də ofisimizdən də çəkiliş edeyim. Məlik. Balam heç yadına maması düşdü. Məlik, ay Məlik, Günay hanı? Günay hanı? Ay Məlik, xanım əllərinə baxın. Günay hanı? Günay hanı? Günay hanı? Bilmirəm də deyib, bilmirəm Günay hardan. Sənə qurban olum. Sənə qurban olum. Mən deyib, nə bilim hardadır mənim mamam. Ay Məlik, Günay hanı? Günay hanı? Hanı Günay? Bilmirəm də deyir, nə bilim hardadır. Sənə qurban olum. Sənə qurban olum. Günay zəng eləyib ki, gəlin. Gedək Günayı götürək, mamanı götürək. Gedək mamanı götürək salonuna. Gedək mamanı salonundan götürək. Çək. Yavaş. Hadi gedək. Gedək. Hadi. Yadına çıxıb maması burdadır. Gəl. Məlik. Ana bala. Bunlara baxın. Ana bala. Mamasının əlindən tutmuş. Neyse qurban, özüm tək gedirəm deyir. Neyse qurban, gedeyim mağazaya balama görüm. Bir dənə keta alım. Həyətdə geyməyə, bir dənə iqra alım balama.
34 manat 50 qəpik, çox qəşəngdir. Amma Məli çox çıxmır da evdə. Biraz indi olar Məlikə görə. Payızda olsaydı götürərdim. Mesela payızda olmayacaq. Altından belə koftasıdır, üstündən də belə kurtkadır. Məli hara gedir ki? Ona görə bir dəfə, iki dəfə geyinir. Amma biraz böyük olsaydı, payızda da giyə bilsəydi götürərdim. Bu rəngi də var, nə qəşəng. Belə də var. Belə altından köynəyidir. Üstündən də belə kapşon, şalvarı da var. Kapşon kala, nə qəşəng. Axşamüstü həyətdə zadda geymək. Bax, bunu alaram. Məsəl üçün, aldığımız bilək ki, uşaq geyinir. Bunu məsələn, axşamüstü həyətə çıxanda qəşəng geyinir. Amma heyfdə biraz böyük olsaydı, kimsə payızda da geyərdi də. Qiyməti baxın. Bu rəngi də var, çox qəşəngdir. Amma ki, çox balacadılar. Böyük ölçüləri yoxdur. Çox balacadılar. Axşamüstü həyətə çıxanda geyinməyə qiyməti var idi burada. 31 manat 40 qəpik, çox qəşəngdir. Axşamüstü həyətə düşməyə çox qəşəngdir. Heyf biraz böyük olardı. Bu heç Məlikə olmaz, amma bu indi Məlikə olur. İndi də bilirsiniz də, bir dənə apreldir. Heç aprel ayında bir dəfə də çıxacaq, çıxmayacaq. Mayda da belə şey geyinilmir. Payızda da olmayacaq, hə günah? Ya olacaq? Çox xoşum gəldi. Xanımlar, indi elə ancaq olub, heç bağlanmır. Məlik deyəm, nənə qurban. Heç xanımlar, heç bağlanmır. Elə belə açıq geyinmək üçün. Heyf böyük yoxdur, heyf. Nənən sənə qurban. Gəl görün bura, Məlik. Məlik, gəl görün bura. Heç indi də olmur axı. Ancaq açıq. Çox balacadır da. Bir dənə belə köynəyidir, bir dənə belə şalvarıdır. Şalvar da belə, çox belə kipdir. Kurtkası da heç indi bağlanmır. Kurtka kimi də jilet. Heç o indi bağlanmır. Heyf. Neçəyədir Günay? 30 neçə? Qiyməti önəmli deyil, heyf öz olmadı. Qoymur, xanımlar, qoymur çıxarmaq, ağlayır. Qoy çıxaraq, nənə qurban, çıxar. Heyf, Məlikə olmadı. Bütün deyir, ölçülər elə bulardı. Xanımlar, çox gözəl geyimlər var. Maşraqada məni izləyən xanımlar. Uşaqlar üçün gəlin, alın. Hər şey var. Ay Allah, corablara baxın xanımlar. Qiymətləri də 1 manat 90 qəpik. Ay Allah. Hər şey var maşallah. Yeni doğulan uşaqlar üçün hər şey var. Gəlirəm. Görün nə qəşəng geyimlər var. Nönün sənə qurban, ay xanımlar. Günah neçə? 5 manat. 5 manata. Balam həyətdə geyinməyi. O üç sənə mən qurban olum. Xanımlar, bu rəngi də var, amma bu tez seç olar da həyətdə. Ona görə bu rəngi yaxşıdır. Sənə mən qurban olum. Sənə mən qurban olum, ay Məlik. Sənə mən qurban olum. Onu açmırlar, arkası da sızıqlı. Yaxşıdır, nənə qurban. Məlik, rahatdır. Sənə mən qurban olum. Necə gözəl yaraşdı balama. Məlik hələ oyuncaqlarla oynaya bilmir. Ona görə ona iqra istəyirəm. Görün, iqra var. Hələ oynamağı bacarmır, sındırır, heç oynamır.
Mələk, nənən sənə qurban. Toplara qaçırır. Bunlar balaca-balacadır da, bu iqralar. Mələk atacaq ora, bura, bunlarla oynamayacaq. Qablarını da usta sındırır. Mənə böyük lazımdır iqra. Oynasın məni. Bir də o biri mağazalara baxalım. Bir də kənardan qəşəng görünürlər, amma ki balaca-balacadır içində. Mən Məlikə almışam, böyük. Mən əslində belə almaq istəyirəm uşağa, balam üçün. 2 dəfə çırpacaq yerə sındıracaq. Yəni hələ oynamağı bacarmır. Ona görə ancaq iqra almaq istəyirəm, oyuncaq, kubiklər. Gidiyor bir mağazalara da bakın. Sənə qurban olum. Sənə qurban olum. Ancaq elə top götürür. Başqa oyuncaqlara maraq hələ yoxdur. Gedək. Sənə qurban. Buradan çıxdıq xanımlar. Belli ayaqqabı alıb Məlikə. Gedək indi fotoğraf görək nə var nə yox. Bura xoşum gəlmədi canım. Bura da karatdı xanımlar mağazı. Xanımlar görün nə qəşəngdir. Şalvarı da var. Qiyməti də 14 manat. Türkiyənindir bunlar. Türkiyənindir. Çox qəşəngdir. Kız uşaqlar üçün lap qəşəng. Görün nə qəşəngdir xanımlar. Cins şort giyinə. Çox qəşəngdir. 16 manat 80 qəpik. Türkiyəmdələr. Oğlan uşaqlar üçün, qız uşaqlar üçün hər şey var. Həyətdə oynamağa. Torpaqla durma. Nə qəşəngdir. Belə xanımlar, araba. Bunlar da lopatkası var deyəsən. Ha, onu götürürük. Nönən sənə qurban. Həyətdə oynayarsan. Onu götürürük ay. Sən özün də bax gör nə bəyənirsən. Mən öz bəyəndiklərimə baxıram. Burada var idi, necə oldu? Burada iqralar, ha. Kubiklər. Gəl gedək. Sənə mən qurban olum. Apar buradan apar. Apar ver mamıya. Nönən qurban, apar. Vedrədə olanlar heç keyfiyyətli deyirlər. Hələ mən ondan Məlikə almışdım.
Bu indi aldığımız, götürdüğümüz 6.50'dir. Hələ mən 9.50 almışdım. Evdə ki oynayır onlar. Onlar yumuşaqdılar. Görürsüz, Məlik sındırıb da. Amma mən əvvəllər uşaqlarımı alırdım, onlar bərk idi. İndi baxıram, bunlar da bərkdir. Bunlar o vedrədə olanlardan bərkdir. İndi bunları da mən götürəcəm, aparıb sizə də göstərəcəm evdə. Balaca 6.80'dır. Bu böyük neçəyədir? Böyükdür. Bunun qiymətinə baxın. Bunun qiyməti 9.60'dır. 9.60'dır xanımlar. Bunlar alacağım. Bunlar çox, yəni keyfiyyətlidirlər. Bilməm haranda, amma bunlar qəşəngdir. Əvvəl mən uşaqlarıma bunlardan alırdım. Bunlar möhkəmdir. Bu belə möhkəmdir. Amma o birisilər evdə olanlar, indi vedrədə götürdüklərimiz. Onlar yəni belə görüntü olaraq böyük olsalar da, onlar yumuşaqdırlar, qırılırlar. Ona görə bunu götürəcəm. Bu vedrədə olanlar elə görüntüsüdür. Bunlar yumuşaqdılar. Məlikdə də evdə bunlardandır. Hələ bunların böyüyündəndir. Bunlar sınır. Mən indi açıq olanları götürdüm. Paketdə olanlar. Nənən sənə qurban. Nənən sənə qurban. Keç. Necəsiz? Bunlar bizim məhsullarımız. Maşallah, nə qədər ofislər var ki, heç bal tamamlanmır, məhsul getmir. Amma bizdə maşallah. Yox, üzünü çəkmə. Bizdə maşallah. İki dənə maye sabun, ən çox bizdə istifadə olunan maye sabundur. Bir də duş gelidir. 3 dənə duş geli. Bir də 2 dənə təmizləyici toz, bir dənə də universal gel tualet üçün. Gəldim məhsullarımı götürəm. Taksi sifariş edək, evə gedək. Nənən sənə qurban, gəlmişik öz həyətimizi. Balam acından ölüb, çörək yeyir əlində. Uycan, nədir? Nədir sənə qurban? Uycan, gedək. Sənə mən qurban olum. Xanımlar, axır ki gəldik, evimizə çatdıq. İnsanın evi hər yerdən rahatdır. Yorulduq, gəldik evimizə. Günay apardı Məliki yatırtmağa. Bir saat heç olmasa yatsın da. Uşaq bütün günü oynayıb. Bunlar gördünüz də aldıqlarımızı. Bunlar da VIP Life-dan olan sifarişlərim. Bunlar maye sabunlardır, ən çox bizdə istifadə olunur. Bunlar da duş gelləridir. Bunlar da deməli tualet üçün geldi, universal geldi, 2 dənə təmizləyici tozdur. Belə. Məlikin xanımlar, görürsünüz, belə var idi, almışam. Biz buna iqra deyirik də, oyuncaq kubiklər deyirlər, nə deyirlər. Bunlar iridirlər, amma yumuşaqdırlar. Amma mən uşaqlarımı gör neçə yaş var. Uşaqlarımı o zaman alırdım belə. Bunlar bərkdir. Bunlara xoşum gəldi, ona görə bunlardan aldım. Yəni bunlardan mən uşaqlarıma da çox alırdım. Çoxlu evlər belə düzəldirdilər, domiklər düzəldirdilər, nə bilim. İkinci oğlum təyyarə düzəldirdi. Belə. Məlik hələ ki maşınla, nə bilim, təyyarə ilə belə şeylərin oynaya bilmir. Belə də atır yerə, sındırır, başa düşmür də hələ. Ona görə elə belə oyuncaqlar alıram. Bunu da aldım ki, həyətdə oynayanda. İndi video əvvəldən baxmayan xanımlar ola bilsin, qiymətini soruşarlar. Deməli, xanımlar 6, görmürəm, 80'dır deyəsən. 6.80'da budur. Bu da elə belə uşaqdır da, oyunda oynayır, nə bilim. Keçirdilər onun üstünə. Bunun qiyməti 3.80 idi deyəsən. 3.80 idi deyəsən bu xanımlar. Qiyməti düşür. Neçəyədir? Bu da 9
neçədə gözümə görmür. Amma bu 3.80 idi səhv etmirəmsə. Mağazada alanda çəkmişdim də. Üçünə elə bil 19 manat neçəsə qəpik verdim də. 20 manat yox, 19 manat neçəsə qəpik. Xanımlar, 19 manat 50 qəpik. Deyirəm də 3 manat 80 idi neçə idisə. Bu da balamın ayaqqabıları. Neyəcə ona qurban, həyətdə geyinməyə. Onda 5 manat aldıq. Belə. Allah yetirsin nənəsinə, nənəsi də geçsin daha yaxşı oyuncaqlar alsın balası üçün, daha yaxşı geyimlər alsın nənəsi balası üçün. Allah təala bütün balaları, nəvələri qorusun. Mənim də balalarım, nəvələrim onların içərisində. Sizlərin də balalarınız, nəvələriniz onların içərisində. Amin Allah. Gətir. Götür mənim həyatım. Götür mənim evim eşiyim. Oy Allah, özünə kömək edir. Oy Allah. Ged o birisiləri də gətir. Sənə mən qurban olaram. Oy Allah. Oy Allah, mənim sağ əlim olub. Mənim balam mənim sağ əlim olub. Tez gətir. Tez gətir görüm. Tez gətir nənəm qurban. Oy sənə qurban olub. Oy sənə qurban olub. Xanımlar deyəcək məhsulu bura niyə gətirir? Ged o birisiləri də gətir. Bunları xanımlar Instagram üçün çəkəcəm ona görə. Tez gətir. Tez nənə qurban. Tez gözləyirəm səni. Tez gözləyirəm. Ay Allah, ay Allah. Qurban olum balam, ay Allah. Sənə qurban olum mən. Get yaxşı, get gətir. Get. Tez-tez gətir də tez-tez gözləyirəm. Xanımlar, bunlar çox gözəl duş gelləridir. Bu ananaslı da çox gözəldir. Ən çox ballı südlüyünü bəyənirəm. İndi Məlik gətirəcək. Sonra bu ananaslını, sonra zeytunlu avokadolu. Yəni gündəlik üçün çox gözəldir. Tutumlarına görə, keyfiyyətlərinə görə. Sənə qurban olum. Qiymətləri çox gözəldir. Sənə qurban olum mən. Ölüm, ölüm. Sənə qurban. Öpüm səni get. Öpüm səni get. Çox sağ ol, çox sağ ol, çox sağ ol. Allah razı olsun. Çok zor. Get da yoktur. Nene kurban yoktur. Hanımlar bu deməli avokadolu, zeytunludur. Hal-hazırda bundan istifadə edirik. Vanna otağında. Yəni hər birini istifadə etmişik də. Yəni hər birini bəyənirik. Daha çox bu da deməli ananaslıdır. Bu da ballı südlüdür. Da xanımlar ballı südlüdür. Ən çox bunu bəyənirik. Yəni bu çox gözəldir. Sonra ananaslı, sonra o birisi. Yəni hər biri eyni, tutumu eynidir, qiyməti eynidir, eyni, yəni buraxılır. Sadəcə olaraq zövq fərqi var da. Yəni bunu biz daha çox bəyənirik.